Şamaxının ən böyük kəndində abadlıq işləri aparılır. Ötən gündən başlayaraq rayonun Dağ-Göylər kəndində asfaltlama işinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daha bir təqdirə layiq addım. Azərbaycanın şəhərləri diqqət mərkəzindədir və onların yaşadığı evlər abadlığa çevrilir. Növbəti bu cür ev Şamaxı rayonunun Göylər kəndində şəhid Elgün Quliyevin yaşadığı ev və məhəllədir ki, Dövlət Agentliyinin işçi qrupu tərəfindən əraziyə baxış keçirilir və tez bir zamanda burada asfaltlama işi həyata keçirilir. Qeyd edək ki, bu küçə elə şəhidimizin adını daşıyır və burada asfaltlama işi məhz küçə boyunca davam etdirilir. Dayandığımız bu nöqtədə isə şəhidimizin evi yerləşir, onun ailəsi burada yaşayır. Əvvəllər yararsız vəziyyətdə olan və heç bir zaman asfaltı olmayan küçələr yeni görkəm alır. Köhnə palçıqlı yollar yenilənir, asfaltlanır. Bu işlər kəndin bir neçə küçəsində həyata keçirilir. Həmin küçələrdən biri də Göylər kəndindən olan şəhid Elgün Quliyevin adını daşıyan və onun ailəsinin yaşadığı evin küçəsidir. Ta qədimdən indiyə qədər vətən uğrunda, el uğrunda, torpaq uğrunda gedənləri çox müqəddəs sayılır. Mənim də oğlum bu müqəddəs yolun yolcusu olub. Vətən uğrunda şəhid olub. Bizim müraciətimizə yaxşı, müsbət cavab verildi. Biz dövlətimizdən, dövlət rəhbərimizdən, eləcə də Avtomobil Yolları Agentliyindən, ümumiyyətlə bu işdə əməyi olan hər bir kəsdən razılığımızı bildiririk. Allah var eləsin, Allah razı olsun onlardan ki, bizim təklifimizi qəbul elədilər. Yol gələcək gedən yoldur, yol müqəddəsdir. Bu yolu salanların da Allah ömrünü uzun eləsin. Əziyyəti olanların Allah kömək olsun, yol qədər ömürləri olsun, işləri həmişə avand olsun, yolları açıq olsun. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 nömrəli xüsusi təyinatlı yol istismarı idarəsi tərəfindən bu işlər həyata keçirilir. Şəhid ailələrinə diqqət və qayğı bizi üçün cənab Prezident İlham Əliyev, Vitse-Prezident Mehriban xanım nümunədir. Onlara baxaraq biz bu işləri həyata keçirdirik və Elgün Quliyev şəhidimiz Şamaxı rayon Göylər kəndində doğulub, bu evdə doğulub, böyüyüb, boya başa çatıb. Onun valideynləri bu günlərdə bizə müraciət etdi. Küçəsinin asfaltlanmasını bizdən xahiş etdi. Mən də dərhal rəhbərliyimə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri cənab Salih Məmmədova məlumat verdim. O da dərhal göstəriş verdi bu küçənin asfaltlanmasını ötürü. Lazımı olan hər bir dəstəyi verdi cənab Salih Məmmədov. Gördüyünüz kimi də küçə yaşadığı, yəni doğulduğu, boya başa çatdığı küçə, valideynlərinin yaşadığı küçə asfaltlanır hal-hazırda. Əraziyə idarənin canlı qüvvəsi və texnikası cəlb olunub. İşlər uğurla davam etdirilir. Qeyd edək ki, şəhidin ailəsinin müraciətindən dərhal sonra işlərə start verilib.